Salam dəyərli yoldaşlar, xoş gördük hər birinizi. Mən Fariz Axundzadə. Bu gün sizlərlə zərf mövzusunun izahına baxacağam. Bu mövzunu, bu videonu izləyən hər bir kəsə uğurlar arzulayıram. Deməli, gəlin başlayaq. Müəllimlər, zərf hərəkəti müxtəlif cəhətdən izah edən, necə, nə cür, nə vaxt, haçan, nə zaman, harada, haradan, nə qədər, haraya və s. sualların birinə cavab verən əsas indeksiyasına biz zərf deyəcəyik. Deməli, zərf daha çox təsriflənən feylə aid olur. Eyni zamanda təsriflənməyən feylə də aid ola bilər. Digər nitq hissələrinə də aid ola bilər. Məsələn, yazıram ki, bu gün gəldim. Burada bu gün zərfi təsriflənən feylə aiddir. Amma yazıram ki, indi oxumaq yazsaq, burada mən cümləni davam eləmirəm. Burada indi oxumaq, indi zərfi oxumaq təsriflənməyən feylinə aiddir. Deməli, buradan belə deyə bilərik ki, zərf həm təsriflənməyən, həm təsriflənən, həm təsriflənməyən feylə aid olur. Amma daha çox təsriflənən feylə aid olur. Daha çox təsriflənməyən feylə aid olur fikri yanlış olmuş olacaq yoldaşlar. Bunun başqa mənələri, zərf hətta zərfin özünə aid ola bilər və yaxud digər hissəsinə də aid ola bilər. Məsələn, deyirəm ki, yaman soyuqdur. Yaman soyuqdur. Yaman soyuqdur desək, burada yaman tərzi hərəkət zərfi soyuq sifətinə aid olmuş olur. Və yaxud da ki, yazıram indi tezdir. Burada indi zərfi tez zərfinə aid olmuş olur. Deməli, zərf hətta zərfin özünə də aid olmuş olar. Üzr istəyirəm. Yoldaşlar, digər nitq hissələri kimi zərflər də quruluşda üç cür olacaq. Sadə olacaq, düzəltmə olacaq, düzəltmə və mürəkkəb olmuş olacaq. Sadə zərflərə gəlin nümunələr deyək. Məsələn, yazıram indi, hələ, tez və s. Düzəltmə zərfə məsələn yazıram ki, çəpəki və yaxud da yazıram birgə. Deməli, gəlin belə deyək. Mürəkkəb zərfə nümunə yazım. Məsələn, yazıram bugün və s. Deməli, yoldaşlar, zərf düzəldən leksik şəkilçiləri biz bilməliyik. Zərf düzəldən leksik şəkilçilərini bəzən yazıb burası izah edəcəm. Başlayaq. İlk olaraq bunu deyim sizə, bəzi zərf düzəldən şəkilçilər vurğu qəbul eləməyəcək. Elə mən onlardan başlayacağım. La, ca, casna, ən. Bu şəkilçilər, ənin variantını pozaq, ən bir variantlı olmuş olur. Bu şəkilçilər, yoldaşlar, zərf düzəldən və vurğu qəbul etməyən şəkilçilərdir. Bunlar vurğu qəbul etmədiyi üçün həmişə vurğu bunlardan bir heca əvvələ düşür. Məsələn, yazıram cəsarətlə. Baxın, burada lalə zərf düzəldi, vurğu qəbul edən, ona görə vurğu düşəcək bir heca əvvələ cəsarətlə. Bu şəkilçilərin içərisində ən şəkilçisini xüsusi qeyd edirəm ki, ən şəkilçisi vurğu qəbul eləməməklə yanaşı vurğunu bir heca əvvələ ötürür. Məsələn, müəllimlər, daxil sözünün tələffüzü bu formada olur. Daxil, a uzanır, vurğuya düşür, sonuncu hecaya daxil. Amma biz buna ən şəkilçisini artırsaq, vurğunun yeri dəyişib bir heca əvvələ keçəcək. Daxilən. Bu formada olmuş olacaq. Baxın, yoldaşlar. Daxilən. Deməli, burada necə olur? Burada həm sait uzanması olmur, həmin uzanan sait vurğu qəbul eləmiş olur. Baxın, normalda daxil sözündə ikinci hecada olan vurğu daxilən sözünə gəldi. Birinci hecaya olmuş, oldu. Burada daxilən sözünü deyə bilərsiniz. Eyni zamanda zahir sözünü də deyə bilərsiniz. Məsələn, zahir sözündə tələffüzü belə olacaq. Zahir. Amma bura ən artırsaq, zahirən yenə uzanan saitin uzanması olmayacaq. Həmin sait zahirən, həmin saitin üzərinə vurğu düşmüş olacaq. Zahirən bu formada demiş oluruq müəllimlər. Şəkilçilərimizi davam etdirək. Sonra müəllimlər, dan şəkilçisi var.
Da şəkilçisi var. Açı şəkilçisi var. Bu bəzən aşı formasında da olur. Sonra anə şəkilçisi var. Yanə şəkilçisi var və bəzən bu yana formasında da olmuş olur müəllimlər. Daha sonra nə deyəcəyik? Məsələn, araq şəkilçimiz var. Nəzərə alın ki, araq şəkilçisi əgər deməli zərf düzəldən leksik şəkilçisi olursa, vurğu burada sonuncu hecanın üzərində olmuş olur. Daha sonra lıq şəkilçisi var. Deməli belə müəllimlər. Sonra inə şəkilçisi var. İnə. Bu belə. Sonra nələr yazmalıyıq? Bəzilərini yazdıq, hələ ki bunlarla kifayətlənək. Deməli nə deyəcəyik yoldaşlar? Bax burada araq şəkilçisinə xüsusi diqqət yetirməlisiniz. Araq zərf və feili bağlama şəkilçisi ola bilər. Araq əgər feili bağlama zərf düzəldən şəkilçisi olanda vurğu düşür sonuncu hecaya və leksik şəkilçisi olur. Məsələn, qaçaraq sözünü yazsaq, qaçaraq. Yoldaşlar, bu formada olsa və yaxud da ki qaçaraq və yaxud da ki qaç sözünün bu formada olsa. Yəni bunu leksik göstərə bilər. Leksik göstərmə üzərinə vurğu da sala bilər. Bu halda siz bilin ki, bu zərf düzəldən leksik şəkilçidir. Əks halda məsələn qaçaraq vurğu düşəcək ilk hecaya və yaxud da ki bu formada göstərə bilər. Qaçaraq. Bu iki halda göstərir ki, buradakı araq şəkilçisi zərf düzəldən leksik şəkilçisi deyil, feili bağlama şəkilçisi olmuş olur. Burada inə şəkilçisi yoldaşların diqqətini çəkir. Deyirəm ki, maşını həyətdə eninə saxlamışdım. En sözün kökü inə burada olacaq. Zərf düzəldən leksik şəkilçi. Deməli müəllimlər, bu şəkilçilərdən dan şəkilçisi, ismin çıxışlı halda ola bilər, isim düzəldən leksik şəkilçisi ola bilər, zərf düzəldən şəkilçisi ola bilər. Birinci onu sizə deyim ki, dan iki variantlı olanda, çıxışlı hal olacaq. Çıxışlı hal. Və zərf düzələcək. Amma dan bir variantlı olarsa, bu zaman isim düzəldən leksik şəkilçisi olur. Məsələn, çaydan, qənddan, və belə bir məqama, maraqlı məqamı diqqətinizə çatdırım ki, çaydan sözündəki dan şəkilçisi ilə zərf düzəldən, məsələn, yazıram bura ucadan. Ucadan sözündəki bu dandən zərf düzəldən leksik şəkilçidir. Ucadan sözündəki dandənlə çaydan sözündəki dandən amonim şəkilçi deyil. Niyə amonim şəkilçi deyil müəllimlər? Bir şəkilçi digərinin amonim olması üçün variantları eyni olmalıdır. Görürsünüz, isim düzəldən dan şəkilçisi bir variantlıdır, zərf düzəldən dan şəkilçisi iki variantlıdır. Ona görə bu ikisi öz aralarında amonim ola bilməz. Amma yoldaşlar, məsələn yazıram kitabdan. Bu çıxışlı hal olur. Kitabdan. Bir dəfə də bax bu bərkdən sözünü yazaq bura. Bayaq ucadan yazmışam da bərkdən yazaq. Bərkdən. Bərk sözün kökü dən leksik şəkilçisi. Bu zaman bərkdən sözündəki dən şəkilçisindən ucadan sözündəki dan amonim ola bilər. Çünki hər ikisi bu formada, yəni iki variantlı dan şəkilçisidir. Sadəcə biri leksik olub zərf düzəldib, digəri çıxışlı hal olub isimin çıxışlı halını düzəltmiş olur. Buna xüsusi diqqətli olun. Bunu say mövzusunda da belə bir şey demişdik sizə ki, məsələn, lu say düzəldən leksik şəkilçisi, düzdür? Buraya yazıram çoxlu. Çoxlu. Bir dəfə də yazıram ki, məsələn, Bakılı. Bakılı. Buradakı l şəkilçisi var, burada lu şəkilçisi var. Sən bunlara amonim deməyəcəksən. Çünki Bakıdakı l şəkilçisi l 4 variantlıdır. L 4 variantlı, amma çoxludakı lu şəkilçisi lu 1 variantlıdır. Ona görə sən bunlara amonim şəkilçisi deməyəcəksən. Buna xüsusi diqqətli olman gərəkir. Sonra danışaq bu dadə şəkilçisindən. Yoldaşlar, dadə nə zaman zərf düzəldir? Diqqət yetirməniz gərəkən məqamlardan biridir. Deməli,
Dadə, yaz, yay, payız, qış, bahar, ay, il, həftə, gün birlik, təklik isimlərinə və o əvəzliyinə artıranda zərf düzəldir. Zərf düzəldirsə nə vaxt, nə zaman suallarından birinə cavab verir, nə zaman. Bəzən nə tərzdə də sualına cavab verir. Məsələn, yazıram ki, bayaq dedim axı, birlik ismini artıranda. Birlikdə. Birlikdə getdilər, nə tərzdə getdilər? Bura bir sayından birlik ismi yaranır, birlik ismindən birlikdə zərfi yaranır. Bu artıq tərz hərəkət zərfi olduğu üçün nə zaman sualına cavab vermir. Nə tərzdə getdilər? Birlikdə getdilər, buna demiş olacaqsan. Amma yerdə qalan məqamda dadə zaman zərfi düzəldir deyə sən bunu artıq nə vaxt, nə zaman deyəcəksən. Məsələn, deyirəm ki, yayda havalar soyur. Yay ismindən yayda zərfi düzəlib. Bu zaman nə zaman, bu vaxt nə zaman sualına cavab verəcək? Nə vaxt olsun? Buna diqqətli olman gerəkən məqamlardır, müəllimlər. O əvəzini artıranda zərf düzəldir. Necə olur, müəllim? Necə başa düşək onu? Belə başa düşəcəksiniz. Onda. Deyirəm ki, onda hər şey tamam başqa idi. Yəni, onda, o vaxt, o zaman mənasında başa düşürəm. Burada bu zaman o əvəzlik sayılır, yoldaşlar. N bitişdirici sayılır, dadə leksik sayılır. İstəsəz bitişdiricinin şəkilsini tərkibinə götürə bilərsiniz. İstəsəz belə altına xətt çəkib bitişdirici olduğunu göstərə bilərsiniz. Deməli, bu zaman, yoldaşlar, burada da zərf düzəldən leksik şəkilçi oldu. O əvəzliyindən onda zaman zərfi yaranır deyə nə vaxt, nə zaman suallarına cavab vermiş olacaq. Nə zaman? Bu belə. Digər zərf şəkilçilərinə, məsələn, anə, yanəyə deyə bilərik, şairanə, dahiyanə. Sonra, məsələn, la şəkilçisi də məncə yazmışdım. Baxaq bir dəqiqə la şəkilçisinə görək bir. Aha. Neysə, onu tapa bilmədik. La şəkilçisi də var, müəllimlər. Məsələn, özə la şəkilçisi biraz qarışdırılan şəkilçilərdən. La'nı yazıb la'dan biraz danışacağım. Baxın, la şəkilçisi o zaman zərf düzəldir ki, tərz hərəkət zərfi olur. Necə, nə cür, nə tərzdə suallarına birinə cavab verir. O zaman zərf düzəldir. Diqqətli olun, bu la şəkilçisi konkret isim artırılarsa, daha çox qoşma olmuş olur. 100% həmişə yox, daha çox qoşma olmuş olur. Konkret isim artırılığında qoşma olur. Məsələn, deyirəm ki, cəsarətlə danışdı. Cəsarətlə. Bura cəsarət sözün kökü lalə olacaq leksik şəkildə tərz hərəkət zərfi yaranıb. Cəsarət də konkret isim deyil, düzdür? Bunu nə ilə qarışdırmayın? Deyirəm ki, yazını qələmlə yazdı. Qələmlə yazdı. Yoldaşlar, burada qələm isimdir. Lalə qoşmadır. Qələm vasitəsilə yazdı demiş olacaqsan. Yaxşı. Və yaxud da ki, yazıram ki, qoca çəliklə yeriyirdi. Çəliklə. Buradakı çəlik konkret isimdir. Bunun artılan lalə də qoşma olmuş olacaq. Deməli, belə yoldaşlar. Bəzən bilirsiniz də surət adama da ola bilər. Surət adama da olub cümlənin ortasına böyünə yazılsa, sən buna tərz hərəkət zərfi demə, surətlə, məsələn, əli ilə, vəli ilə kimi başa düş, buna qoşma denən, yaxşı? Çox az hallarda bəlkə nə vaxtsa qarşınıza çıxa bilər, ümumi məlumatınız olsun deyə deyirəm. Məsələn, mən, yazıram ki, mən yolu surətlə getdim. Sürət olsun, sürətlə getdim. Burada düşünürsünüz ki, tərz hərəkət zərfi ola bilər. Düzdür, nə tərzdə getdim, sürətlə getdim. Amma nəyə diqqət yetirməlisiniz? Sürət sözü böyünə yazsa xüsusi isimdir. Xüsusi isimdirsə, buradakı lalə qoşma olmuş olur. Buna diqqət yetirməniz lazımdır, yoldaşlar. Deməli, düzəltmə zərflərini danışdıq. Əlavələrin kitabdan baxarsınız, oxuyarsınız. İndi keçəcəyik nəyə? Keçəcəyik mürəkkəb zərflərə. Müəllimlər, bax, şəkilçilərin içərisində ca şəkilçisi də var idi. Biraz şəkilçiləri tələsi yazdım. Ca şəkilçisinə diqqətli olun. Ca o zaman zərf düzəldir ki, dil məzmunu yaradır. Dil məzmunu. Əgər dil məzmunu yaratmırsa, zərf deməyəcəksən, yaxşı? Məsələn, rusca, almanca, fransızca, ingiliscə və s. Burada ca leksik şəkilçisi zərf düzəldir, özə tərz hərəkət zərfi düzəldir. Amma buraya yazsam düşüncə,
düşüncə. Düşünmək feilindən düşüncə ismi yaranmış olur. Və yaxud da ədat da ola bilər. İndicə, yaxşıca. İndicə yazsanız, indi zərfdir, cacə burada ədatdır. Ədat olan zaman qrammatik göstərirsiniz və müəllimlər burada sözün quruluşunu dəyişmir. Hətta burada ikinci qisəsi olduğunu deyirsiniz. İndicə yaxşı və yaxud da ki, sifətin dərəcəsində düzəldə bilər. Məsələn, yazıram yaxşıca. Yaxşıca. Burada yaxşı zərfdir, cacə burada ədat olmuş olur. Bu belə. Bunlara diqqətli olun. Danışaq mürəkkəb zərflərdən. Dedik ki, 2 və daha artıq sözün birləşməsinə əməl edən zərflərə mürəkkəb zərflər deyəcəyik. Yoldaşlar, mürəkkəb zərflər 3 cür yazılacaq. Bitişik yazılacaq. Deməli, ayrı yazılacaq və defislə yazılacaq. Ümumiyyətlə, zərflər çox az nitq hissələrindən biridir ki, 3 cür yazılır. Məsələn, biz deyirik ki, mürəkkəb isimlər və mürəkkəb sifətlər heç vaxt ayrı yazılmır. Mürəkkəb sayılar heç vaxt bitişik yazılmır. Amma məsələn, deyəcəyik ki, zərf elə ayrı da yazıla bilər, bitişik də yazıla bilər, defis də yazıla bilər. Deməli, mürəkkəb sayılar dedik, bitişik yazılmır. Ayrı yazıla bilər, bir çox, defis də yazıla bilər, 5-6, amma bitişik yazılmış olmayacaq, yoldaşlar. İndi hansı mürəkkəb zərflər bitişik yazılacaq? Bunları bilirsiniz ki, müxtəlif mənalar bitişik yazılacaq. Ba bitişdiricisi var. Ba bitişdiricisindən yarananlar bitişik yazılacaq. Yoldaşlar, bitişdirici ilə yaranmışsa bu zaten bitişik yazılmalıdır da. Sadəcə bura diqqət yetirməli olduğunuz məqamlar növ bənöv, cürbəcür, cürbəcür, rəng-bərəng, rəng-bərəng, növ bənöv, cürbəcür, rəng-bərəng, rəngarəng, rəngarəng. Aha, bunlar zərf yox, sifət sayılmış olur. Sifət sayılmış olur. Buradakı görürsünüz, babə ilə normalda rəng düzəldir. Daha doğrusu babə ilə normalda rəngi dəyişək. Babə ilə normalda zərf yaranır, amma burada növbənöv sifət, cürbəcür sifət, rəng-bərəng, rəng-bərəng sifət olmuş olacaq. Bir dəqiqə bunu pozaq. Hə, rəng-bərəng sifət olmuş olacaq, yoldaşlar. Amma rəngarəngdə də bu A bitişdiricidir. Yaxşı, normalda da bunu isimdə demişdik ki, A və H bitişdiricisi isim yaradır. Sadəcə burada sifət yaratmış olur. Məsələn, bəzi şeylər deyəcəm sizə, elə bu sırf bu bitişdirici ilə bağlı. Məsələn, yazıram qaça-qaç. Qaça-qaç. Buna sən zərf demə, buna isim denən, yaxşı. Qaç-qaç eyni sözdür, A bitişdiricisinə yaranıb. Bilirsən ki, A və H bitişdiricisindən isim yaranır. Rəngarəng istisna. Yaxşı, rəngarəng sifətdir. Bu belə. Əslində rəng-bərəngi sifət kimi deyirlər, amma mən düşünürəm ki, məsələn, süfrə rəng-bərəng bəzənmiş desək, burada zərfdə ola bilər. Sadəcə bu sözləri, vəsaitləri, bütün vəsaitlərlə sifət kimi verir, sifət kimi tez götürür. Bu belə. Yəni, bitişdiricilə yarananlar da bitişik yazılmış oldu. Bu növbənöv, cürbəcür, rəng-bərəng, rəngarəngə diqqətli olun. Zərf deyil, sifət olmuş olacaq. Müxtəlif mənaları məsələn deyə bilərik ki, üzü yuxarı, at üstü, addım başı və s. Bitişdirici ilə ilbəil, saat və saat, gün və gün və s. deyə bilərik, yoldaşlar. Daha sonra defislə yazılanlar bilirsiniz, eyni sözün təkrarıdır, yaxın mənalı sözlərdir, sonra tərəflərin biri və yaxud da ki, ikisi ayrılıqda işlənə bilməyən sözlərdir. Eyni sözü asta-asta, tez-tez, yavaş-yavaş deyə bilərsiniz. Sonra yaxın əkitməyalıya, məsələn, səssiz, səmirsiz, gec, tez deyə bilərsiniz. Bir də müəllimlər nə var? Tərəflərin biri bəzən də hər işdə şəkilsiz qəbul edilmiş sözlər var. Məsələn, yan-yana, sonra ildən, ilə və s. Bir də tərəflərindən biri və yaxud da ki, ikisi ayrılıqda işlənə bilməyən sözlər var. Az-maz, için, dizin və s. Bir dənə bir məqamı deyəcəm sizə, yoldaşlar. Deməli, baxın, diqqətli olun. İçin və dizin zərfləri bu zərflər heç biri ayrılıqda məna verməyən sözlərin birləşməsinə yaranıb. Deyə bilər ki, mənə baxın, diz sözü var, dizin sözü yoxdur axı. Söz deyəndə, ümumiyyətlə, bir söz deyirsə, sən başlanğıc formada olan söz kimi nəzərə tut. Mənə burada demə ki, diz sözün köküdür, in olsun, mənsubiyyət və yaxud da ki, yiyəlik. Ay müəllimlər, ay yoldaşlar, ay abituriyentlər, ay bu videoya baxanlar, bax, nəyə diqqət yetirəcəksiniz.
Dizin dizindəki səncə in qrammatik şəkilçidirmi? Hə? Ona qrammatik şəkilçi deməyəcəksən, yaxşı? Sən deyəcəksən ki, buradakı dizin sözü, için sözü tərəflərindən heç biri ayrılıqda məna verməyən sözlərin birləşməsinə yaranıb, yaxşı? Bunları o qrupa aidləmiş götürəcəksən. Ayrı yazılan mürəkkəb zərflər də var. Bu gün, bu an, sonra ilk dəfə, bir dəfə, bir qədər, bu saat, hər an. Bunlar, məsələn, adi bax, bu günü yazın bura. Bu gün ayrı yazılan mürəkkəb zərfdir. O zaman ayrı yazılan mürəkkəb zərfdir ki, birlikdə bir suala cavab versin. Bu gün yaman tez keçdi. Nə etdi? Keçdi. Nə keçib? Bu gün keçib. Görürsən, bir yerə təhlil edirik. Düzdür? Amma nə deyəcəm sənə? Bəzən olur ki, sən bunu bir yerə təhlil eləmiş olmursan. Yazıram ki, bu məsələn yazaq. Məsələn yazıram ki, bu gün yaman yandırıcıdır. Bax yoldaşlar, sən bunu belə düşünə bilərsən də, yandırıcıdır. Nə yandırıcıdır? Gün. Bax, bura gün, günəş kimi nəzərə tuturam. Bununla təyin deyirəm. Hansı gün? Bu gün görsən. Bu zaman sən buna birlikdə zaman zərfi demirsən. Belə düşünən zaman. Deyirsən ki, gün olur burada isə, bu olur zaman zərfi. Və yaxud da ki, bax, bu saat, məsələn, zaman zərfidir bir yerdə. Bu saat. Deyirəm ki, bu saat gəl. Düzdür? Bir dəfə deyirəm ki, bu saat işləmir. Bunu da iki cür düşünə bilərsən. Bu saatı bir yerə zaman zərfi düşünə bilərsən. Bir də işləmir. Nə işləmir? Saat işləmir. Hansı saat? Bu saat. Burada saata isim deyirsən, buya deyirsən ki, təyindir. Nitq hissəsi baxanda əvəzlikdir. Buna xüsusi diqqət yetirməlisən. İndi nəyə keçirik? İndi keçirik zərfin mənaca növlərinə. Və zərfin məna növlərini yazacağım bura. İlk olaraq başlayırıq zaman zərfindən. Zaman zərfi hərəkətin icra olunduğu zamanı bildirir. Daha sonra zaman zərfi nə vaxt, nə zaman, haçan suallarından birinə cavab verir. Və quruluşda üç cür olur. Sadə, düzəltmə, mürəkkəb. Məsələn, sadəyə deyə bilərsən dünən. Sırağa gün. Bildir. Deməli, bildir zaman zərfi ona vuruluşur əvvələ. Yaxşı, bildir. Nə zaman bildir? Vurğu sona düşsə bildir. Bildirmək feili olmuş olur orada. Daha sonra yoldaşlar, düzəltmə zərfi məsələn yaza bilərik. Düzəltmə zaman zərfinə. Düzəltmə. Düzəltməyə nə yaza bilərik? Məsələn, yaza bilərik ki, tutaq ki, çoxdan. Və yaxud da yazaq hərdən. Və yaxud da əzəldən və s. Bax, əzəldən yazıram bura. Əzəldən. Diqqətli ol. Əzələdən sözü ilə əzəldən sözünü qarışdırma. Əzəldən. Amma burada əzələ isimdir. Dandan çıxışlı xal şəkilçisi. Diqqətli ol burada. Çoxdan, hərdən. Burada deməli düzəltmə zaman zərfi oldu. Mürəkkəb zaman zərfi məsələn gecə gündüz və yaxud da hərdən bir və yaxud da o saat, nə bilim, bu gün, günorta, ara bir və s. deyə bilərsən. Bax yoldaşlar, belə deyim də sizə, zaman zərfi isimli şəkilçisi qəbul edə bilər, amma bu zaman zərfin isimləşməsi demək deyil. Məsələn yazıram ki, axşamlar uşaq ağlayırdı. Ağlayırdı. Burada axşamlar zərfdir. Bunlar cəm şəkilçisini qəbul edir, amma sən buna isimləşmiş deməyəcəksən müəllim. Yaxşı? Bir də nəyə diqqət olacaqsan? Bəzən qoşmalı isimlər zaman məzmunu yaradır. Amma o zaman zərfi sayılmır. Bax, deyirəm ki, dərsdən sonra gələrsən. Nə edərsən, gələrsən, nə zaman gələrsən, dərsdən sonra. Nə zaman sualına cavab verib zaman zərfliyi götürürsən, amma belə eləmə. Düz götürürsən, zaman zərfliyidir. Cümlə əzvi kimi zaman zərfliyidir, amma sənə nitq səs lazımdır axı. Gəl bax görək nədir burada? Dərs hansı nitq səsdir? Dərs isimdir. Sonra nədir? Sonra burada qoşmadır. Bura zərf oldu, bura zərf olmadı, yaxşı? Ona görə bax qoşmalı isimlərlə zaman zərflərinin qarışıq salma. Yaxşımı?
Burada diqqətli olacağın, diqqətli olmalı məqam. Bax bu əvvəl, sonra və qabaq sözüdür. Qabaq sözlərdir. Baxın, bu sözlərin əgər əvvəlində çıxışlı xal varsa, qoşma sayılır. Çıxışlı xal yoxdursa, zərf sayılır. Bax necə? Yazıram ki, səndən əvvəl mən gəldim. Bax yoldaşlar, müəllimlər. Burada əvvəl sözünün önünə bax. Çıxışlı xal var? Var. Deməli bu qoşmadır. Amma belə. Yazıram ki, əvvəl mən onu gördüm. Əvvəl mən onu gördüm. İndi burada əvvəl sözün əvvəlində çıxış xal var? Yoxdur. Sən buna deyə bilərsən ki, zaman zərfidir. Yaxşı. Eyni zamanda sonra sözünə də aiddir. Məsələn, bura yazım sonra sözün. Deməli. Yazıram ki, məsələn, bugündən sonra daha onu görmədim. Aha, indi bax. Bax, sonranı görsən, sonranın əvvəlinə bax, çıxışlı xal var? Var. Deməli, bu olacaq nə? Bu olacaq qoşma. Amma deyirəm ki, əvvəl mən gəldim, sonra o. Bax, nə sonranın əvvəlinə çıxışlı xal yoxdur. Görsən, sonranın əvvəlinə çıxışlı xal yoxdur. Nə də əvvəldən əvvəlinə çıxışlı xal yoxdur. Ona görə bu da olur zərf. Bura sonra da olur zərf. Qabaq sözü elədir. Deyirəm ki, qabaqlar hər şey başqa cürüdür. Məsələn, baxırsan ki, bunun əvvəlində çıxış xal yoxdur. Məsələn, buna rahat zərf deyə bilərsən. Bir də var, deyirəm ki, səndən qabaq mən gəldim. Baxırsan ki, qabağın əvvəlinə çıxış xal var. Deməli, burada qabaq sözü nə olur? Burada qabaq sözü olur qoşma. Buna xüsusi diqqət yetirməyin lazımdır. Diqqət yetirməyin gərəkən məqamların biridir. Amma təbii ki, burada da bir diqqətli olacağımız bir əlavə məqam var. Nədir olar əlavə məqam? İndi mən onu sizə deyəcəm, yoldaşlar. Bax, bəzən olur ki, bax bu sonra sözün, sonra bu əvvəl sözün bunları çıxışlı xalın əvvəlinə ata bilirik və cümləmizin məzmunu dəyişmir. Bax, yazıram. Səndən əvvəl o gəldi. Bu cümlədə gəl yoxla gör. Əvvəl sözün, bu sözün əvvəlinə gətirə bilirsən. Əvvəl səndən o gəldi deyə bilmərik, düzdür? Deməli, bunu deyə bilmirsən deyə buradakı əvvəl sözü olur qoşma. İndi gəl belə eləyək. Qapıdan əvvəl mən keçdim. Sonra sən keçdin. Aha. İndi bax, bunu keçirə bilirsən əvvəldən qapıdan sözünün əvvəlinə. Belə bilirsən də. Əvvəl qapıdan mən keçdim. Əvvəl qapıdan mən keçdim, sonra sən. Deyə bilirsən, əvvəl qapıdan mən keçdim. Deməli, buradakı əvvəl söz nə imiş? Buradakı əvvəl sözü qoşma deyil, zaman zərfidir. Yaxşı? Deməli, buradakı əvvəl sözü qoşma deyil, zaman zərfidir. Yaxşı? Yəni, qapıdan əvvəl mən keçdim. Bax, deyirəm ki, bir məntiqlə düşün də. Səndən əvvəl mən keçdim deyə bilərəm də. Səndən əvvəl mən keçdim. Amma qapıdan əvvəl mən keçdim deyə bilmirsən axı. Qapı da səndən əvvəl keçə bilər ki, bəyəm? Olmaz. Ona görə sən bunu rahat yerini dəyiş. Əvvəl qapıdan mən keçdim denən, o zaman burada əvvəl söz olsun, zaman zərfi. Zaman zərfində deməli, başqa bilməli olduğum məqamların biri də tez sözünün, sonra geç sözünün,
Sonra bəzən də bu iki sözün birləşməsindən mürəkkəb söz yaranır. Həmin söz və yaxud da elə tez-tez sözünü yaza bilərsən. Tez-tez. Bəzən bunlar zaman zərfi ola bilər. Bəzən tərz hərəkət zərfi ola bilər. Gəl baxaq, nümunə deyib baxaq. Deyirəm ki, o tez gəldi. Nə etdi? Elə nümunə yazaq ki, iki cür başa düşülməsin. İki cür başa düşülən nümunələr sizin beyninizi qarışdıracaq bir dəqiqə. Tam bir cür başa düşülən nümunələri yazaq bura. Məsələn, yazıram ki, Əli tez yeriyir. Yeriyir. İndi bax yoldaşlar. Burada tez nədir? Əlinin yeriməyinin zamanıdırmı, tərzidirmi? Bir də var, bir dənə başqa cümlə yazıram. Bax yazıram ki, Əli tez öyrəndi. Bax diqqətli olsan, burada tez əlini yeriməyinin tərzidir. Ona görə sən buna tərz hərəkət zərfi deyəcəksən. Əli tez öyrəndi. Burada artıq tərz deyil, burada zaman zərfi olmuş olacaq. Zaman zərfi, amma birinci cümlədə tərz hərəkət zərfi idi. Belə deyək də, cəld mənasını verəndə olur tərz hərəkət zərfli, tərz hərəkət, tərzi hərəkət. Amma vaxtından əvvəl mənasını verəndə olacaq zaman zərfi. Vaxtından əvvəl. İndi burada Əli tez öyrəndi, yəni vaxtından əvvəl öyrəndi. Zaman deyəcəksən, Əli tez yeriyir, cəld mənası olacaq artıq tərz hərəkət zərfi. Buna diqqətli olmaq lazımdır. Daha sonra davam eləyək. Tərz hərəkət zərfi. Müəllimlər, tərz hərəkət zərfi hərəkətinin tərzini bildirəcək. İcra vəziyyətini bildirəcək. Necə, nə cür, nə tərzdə, nə vəziyyətdə sualların birinə cavab verəcək. Quruş, söz, sadə, düzəltmə, mürəkkəb. Məsələn, yazıram ki, yaxşı sözü, yaxşı. Bu olacaq sadə. Və yaxud da yazıram ki, tez sözü. Tərz düşünsən, yenə olacaq sadə. Düzəltməyə nəyi deyə bilərsən? Dahiyanə, güclə, inadla, qəhrəmancasına, daxilən, rusca, çəpəki, birdən və s. Belə deyə bilərsən. Mürəkkəb zərfləri deyə bilərsən. Məsələn, yazıram ki, için. Sonra yazıram daban basma. Daban basma, at üstü deyə bilərsən. Sonra nə deyə bilərsən? Məsələn, addım başı deyə bilərsən, gizli deyə bilərsən, xəlvət deyə bilərsən, xəlvət sadə olacaq, gizli deyə bilərsən mənlər. Bax, diqqətli ol, tərz hərəkət zərfi təyin kimi işləmir. Yaxşı, testdə qarşına çıxa bilər, tərz hərəkət zərfi bəzən təyin olur. Xeyr, elə bir şey olmayacaq. Zaten sən bu yaxşı sözün, yaxşı deyirsən ki, sifət və zərf olur, düzdür? Bu əgər zərf olarsa tərz hərəkət zərfi olur, tərz hərəkət zərfi olarsa tərz hərəkət zərfliyi olur. Amma bu yaxşı sifət olarsa o zaman təyin olur. Bax, buradan belə bir məntiq kimi özündən düşünə bilərsən. Yaxşı sözü, məsələn, bax, sən bundan sonra hərəkət gətirsən, yaxşı qaçdı. Olacaq tərz hərəkət zərfi. Amma yaxşı adam desən, yaxşı adam, yaxşı insan desən, olacaq sifət olaraq təyin olmuş olacaq müəllimlər. Necə ki, qoşmalı isim zaman zərfi olurdu, elə də qoşmalı isim tərz hərəkət zərfliyi də ola bilər. Diqqətli ol, ona zərf demə. Məsələn, deyirəm ki, məsələn, Əli uşaq kimi ağladı. Uşaq kimi ağladı. Həqiqətən deyirsən ağladı, necə, nə tərzdə ağladı uşaq kimi. Amma müəllim, diqqət ol, nə də diqqət ol. Uşaq hansınıq səsdir, uşaq isimdir. Kim hansınıq səsdir, qoşmadır. Biri isimdir, biri qoşmadır. Niyə zərf deyirsən bunlara? Zərf demə. Zərflik ola bilər. Yaxşı, amma zərf ola bilməz. Tərz hərəkət zərfləri ismin xüsusiyyətini qəbul etmir. Yəni isimləşmir. Çünki bu hərəkətin tərzini bildirir üçün daha çox feilə aiddir. Onun üçün tərz hərəkət zərfinə ismin şəkilçisini deyəcək ki, normalda qəbul eləmiş olmayacaq. Tərz hərəkət zərfi ilə feili bağlamanı qarışdırmayın. Bax, deyirəm ki, araq şəkilçisi, araq. Əgər vurğu əvvəl düşəndə bu feili bağlama olur. Zərf olmur, buna zərf demə. Ip şəkilçisi. Deməli olur, feili bağlama şəkilçisi. Buna da zərf deməyəcəksən. Sonra madan şəkilçisi, madan, bu da olur feili bağlama, buna zərf deməyəcəksən müəllim.
Eyni zamanda AE şəkilçisi var. Bax, AA şəkilçisi və yaxud da ki, EE şəkilçisi var. Sən buna da zərf deməyəcəksən, feili bağlama deyəcəksən. Yaxşı? Bax, məsələn, deyirəm ki, gülüb keçdi. Deyirsən, nə tərzdə keçdi, düzdür? Tərz hərəkət zərf təsiri bağışlayırsan, amma burada gülüb arakla əvəz elə. Ümumiyyətlə, feili bağlamadırsa, demək olar ki, əksərləri arakla əvəz olunur. Gülüb keçdi, arakla əvəz elə. Yox, arakla əvəz elə bilsənsə, feili bağlamadır. Yaxşı, gülüb keçdi, gülərək keçdi deyirsən. Gülərək keçdi, demək olur feili bağlama. Və yaxud da ki, ıb bilirsən feili bağlamadır. Zərf sözdən şəkil çəkiləcəksə, biz ıbı yazmadıq. Yaxşı, deyirəm ki, məsələn, yazmadan gəlmə. Biraz qısa deyə tam yerləşdirmədim. Yazmadan madan feili bağlama şəkilçisidir. Bu zərf olmayacaq, feili bağlama olmuş olacaq. Buna da xüsusi diqqət yetirməlisən müəllim. Daha sonra davam eləyək. Davam edək, nədən danışaq? Davam edək, danışaq. Deməli, zamandan danışdıq, tərzdən danışdıq. Gəlin, bir dənə miqdardan danışaq. Baxın, hərəkətin miqdarını bildirən, miqdarın və daha doğrusu kəmiyyətini bildirən nə qədər və nə qədərlə yanaşı nə dərəcədə suallarından birinə cavab verən, nə dərəcədə suallarından birinə cavab verən zərfə deyəcək ki, kəmiyyət, yəni miqdar zərfi. Qurursa sadə, düzəltmə mürəkkəb olacaq. Xeyli desən olacaq sadə. Məsələn, tamamilə desən, tamam ilə desən, olacaq düzəltmə, bütünlüklə deyə bilərsən, qismən deyə bilərsən, qismən də düzəltmədir. Qismən belə olacaq mənim. Deməli, bunlar olacaq düzəltmə, kəmiyyət zərfi, mürəkkəb də ola bilər. Məsələn, tutaq deyirsən bir qədər və yaxud da deyə bilərsən 1-ə 5, 1-ə 5. İndi bunlara nəyə diqqət yetirməlisən? Bəzi sözlər hərəkətə də aid ola bilər, əşyaya da aid ola bilər. Əşyanın miqdarını bildirəndə say deyəcəksən, hərəkətin miqdarını bildirəndə zərf deyəcəksən. Bax, xeyli sözü. Xeyli gəzdim. Gəzmək feil deyə, bura xeyliyə sən rahat zərf deyə bilərsən. Bunu mən sayda demişdim sizə. Amma xeyli insan desən, insan. Bura insanın miqdarını bildirir deyə, bu xeyli burada olacaq say. Yaxşı. Eyni zamanda məsələn bir qədər də ola bilər. Bir qədər danışdım, bir qədər getdim zərf olur. Bir qədər məsələn insan və yaxud da bir qədər yemək desəm burada olacaq say olmuş olur. Çünki burada hərəkətə yox, əşyaya aid olmuş olur. Bunlardan diqqətli olmalısan. Bir sıra, bir çox, bir sıra, bir çox. Bunlar yalnız deməli say olmuş olur, zərf olmayacaq. Niyə müəllim? Sən bir sıra, bir çoxdan sonra hərəkət gətirənməzsən. Axı bir sıra danışdı, bir çox getdi deyə bilmirsən. Bundan sonra yalnız əşya gəldiyi üçün bunlar yalnız say olmuş olur, zərf olmuş olmayacaq. Aha, deməli, keçək yer zərflərinə. Yoldaşlar, yer zərfləri hərəkətin necə olunduğu yeri bildirir. Haraya, hara, haradan və s. suallardan birinə cavab verəcək. Bu da sadə düzəltmə mürəkkəbi olacaq. Məsələn, irəli, geri, yuxarı, aşağı, ora, bura və s. desən olacaq. Diqqətli ol, yaxınla uzaq da deməli, sadə yer zərfi ola bilər. Yaxşı. Düzəltmə məsələn deyə bilərsən, məsələn, aralıqda. Aralıqda. Bunu deyə bilərsən. Düzəltmə, bunun təhlili belə olacaq. Ara, aralıq, aralıqda. Sonra ortalıqda deyə bilərsən. Bu formada bunlar olacaq. Deməli, düzəltmə yer zərfi. Mürəkkəb, məsələn, sağa sola deyə bilərsən. Sonra, məsələn, irəli geri deyə bilərsən və s. olacaq. Mürəkkəb yer zərfləri. Deməli, nəyə deyəcəyik? Nəyə diqqət mərkəzindən çatdıracağıq? Yer zərfi ilə məkan mənalı isimləri qarışdırmayın. Yer zərfi ilə məkan mənalı isimləri qarışdırmayın. Məsələn, yazıram ki, biz Bakıda oluruq. Yoldaşlar, harda oluruq deyib Bakıya zərf demək, yaxşı? Çünki
Bakı isimdir axı. Sadəcə məkan mənası bildirir, ona görə sən zərfin sualını verirsən. Əslində zərfin sualı deyil də. Ona görə sən buna nə deyəcəksən? Sən buna deyəcəksən Bakı isimdir. Harada, yəni zərfliyin sualıdır. Bakıda zərflik olub. Amma nitq hissəsi baxımından zərf deyil, nitq hissəsi baxımından isimdir. Və yaxud da deyirəm ki, biz məsələn yazıram ki, mən küçədəyəm. Hardayam, küçədəyəm, hardayam sualını verib zərf demək. Küçə isimdir axı. Yaxşı, Bakı, Şəki, rayon, sonra küçə, qəsəbə, bunlara isim deyəcəksən, zərf deməyəcəksən. Xüsusi diqqətli olduğum məqamlardan biri də budur müəllim. Bu belə. İndi nəyə keçək? Zərf və feili bağlama kimi olan və bəzi fərqləndirilməsi vacib olan sözlər var. İndi o sözləri yazacağam bura. Bax müəllim, o sözlər bulardır. Deməli, dönə, 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 dönə. Sonra tikə, tikə, qoşa, qoşa. Bax, dönə, dönə sözünü yazıram. Dönə, dönə sözünü yazıram. Bərabərdir araq, bərabərdir feil. Feil və yaxud da ki, feili bağlama. Yaxşı. Eyni zamanda belə bir dənə ox qoyub buraya yazıram. Bərabərdir dəfələrlə, dəfələrlə. Bu da bərabərdir zərf. Gəl işlədək. Bir dəfə dəfələrlə mənasını işlədəm. Deyirəm ki, bu sözü sənə dönə, dönə demişəm. Tutaq ki, mən belə deyək də bir nəfərə sual verirəm. Orada məsələn tutaq ki, bir müəllim səsi açıb nəsə deyir və yaxud da ki, sualın cavabını yazır. Deyirəm ki, ay müəllim, bu sözü sənə dönə, dönə demişəm axı. Səsi açma. Hələ biraz da sizi danlayıram, düzdür? Burada dönə, dönə sözü sizcə araqla əvəz eləmək məntiqli çıxır, yoxsa dəfələrlə mənasını vermək? Bu sözü sənə dönərək demişəm. Müəllim, bu sözü dönərək deməmişəm mən sizə. Mən bu sözü dəfələrlə demişəm. Dönə, dönənin yerinə burada dəfələrlə əvəzləşdirə bilirsənsə, dəfələrlə mənasını verirsə, dəfələrlə deməli nə olur? Deməli burada olur zərf. Düzdür? Amma deyirəm ki, maşın tini dönə, dönə, maşın tini dönə, dönə gözdən itdi. Gözdən itdi. Hə, deyə bilərsən ki, maşın tini dönərək gözdən itdi. Düzdür? Dönərək. Dönərək. O zaman bu nə olacaq? O zaman dönərək deyirsənsə olacaq feil, yəni feili bağlama. Bir də başqa bir məntiq var. Bax, feili bağlama feildir, amma zərf feil deyil. Feili bağlama feil olduğu üçün hərəkət bildirir, amma zərf hərəkət bildirmir. Düzdür? Zərf hərəkətə aid olur sadəcə, özü hərəkət bildirmir. İndi qulaq as. Bu sözü sənə dönə, dönə demişəm. Görürsən, burada dönmək bir hərəkət deyil. Dəfələrlə mənasıdır. Amma maşın tini dönə, dönə getdi. Artıq burada dönmək bir hərəkətdirə, maşın dönüb hərəkət edəcək. Hərəkət olduğu üçün feildir müəllim. Daha sonra tikə, tikəyə aid yazam. Bax müəllim, tikə, tikəyə, gəlin qələmin rəngini dəyişək. Tikə, tikə sözünə əgər sən bunu araqa bərabər eləyəcəksənsə, araq bərabər olacaq feil, yəni feili bağlama. Amma sən bu tikə sözünün yerinə məsələn nə yazaq? Parça, hissə mənasını qoya bilərsənsə, parça, hissə bərabər olacaq zərf. Gəl yoxlayaq. Deyirəm ki, qəssab əti tikə-tikə doğradı. Bax, birinci sən görməlisən ki, qəssab əti tikə-tikə doğradı. Burada tikmək bir hərəkət deyil. Tikə-tikə bir hərəkətin tərzidir. Necə doğrayıb? Tikə-tikə, yəni parça-parça doğrayıb, hissə-hissə doğrayıb. Görürsən, buradakı tikə sözü nə mənasını verir? Parça sözü mənasını verir. Parça. Sonra hissə sözü mənasını verir. Parça hissə mənasını verir. Sən buna deyirsən zərf. Düzdürmü? Amma bir dəfə də yazıram ki, bu xətti səhv çəkdim. Bu sözü qarlamaq istəmirəm. Belə çəkmək istəyirəm. Bir dəfə deyə bilərsən ki, dərzi
dərzi, paltar, paltar, tikə-tikə mənə baxırdı. Mənə baxırdı. İndi bax, birinci görsən, burada tikmək artıq hərəkət bildirir. Tikmək özü bir hərəkətdir axı. Eyni zamanda sən bunu araqla əvəz edə bilərsənmi? Araq. Dərzi paltar tikərək mənə baxırdı. Deməli, burada olacaq feili bağlama, yəni feil. Qoşa-qoşa sözünə baxaq. Qoşa-qoşa sözü əgər yenə araqla əvəz edə biləcəksənsə, olacaq feili bağlama. Qoşa-qoşa sözü əgər cüt mənasını verirsə, bərabər olacaq zərfə. İndi gəl baxaq. Deyirəm ki, uşaqlar partada qoşa-qoşa oturmuşdular. Qoşa-qoşa oturmuşlar, düzdür? Yazaq oturmuşdular. Oturmuşdular. İndi qoşa-qoşa necə? Yəni uşaqlar partada cüt-cüt oturublar, düzdür? Cüt-cüt. Deməli, nə olur? Zərf olur. Və yaxud da ki, uşaqlar partada qoşa-qoşa oturanda burada qoşmaq hərəkətidirmi? Yox, qoşmaq hərəkəti deyil. Oturmağın tərzini bildirir. Deməli, zərf olacaq. Amma yazıram ki, faytonu ata qoşa-qoşa mənlə danışırdı. Faytonçu faytonu ata qoşa-qoşa mənlə danışırdı. İndi bax, burada qoşmaq bir hərəkətdir, müəllim. Qoşmaq burada bir müstəqil hərəkətdir. Araqla əvəz edə bilərsən. Araq. Deməli, faytonçu faytonu ata qoşa-qoşa, faytonçu faytonu ata qoşaraq məndən söhbət edirdi. Araqla əvəz edəcəksən, ona görə burada olacaq feili bağlama. Aha, bu belə. Bunları bilsən əvəzləşdirə biləcəksən. Bir dənə dama-dama sözü var. Dama-dama. Bu sözsüzü çarıxdırmasın. Araqla əvəz edə bilərsən. Dama-dama göl olar, damaraq göl olar. Amma sən buna zərf deyə bilməyəcəksən. Niyə? Çünki dama-dama hərəkətə aid olmaz axı. Sən maksimum dama-dama dəftər deyə bilərsən. Dəftər. Bu da hərəkətə yox, əşyaya aid olsun. Bu olacaq sifət. Yaxşı. Deməli, dama-dama sözü də zərflə feil yox, sifətlə feil olmuş olacaq. Araqla əvəz edəsən olacaq feil. Araqla əvəz edə bilməsən, dama-dama, oradakı dama mənasını verəcəksə, yəni kvadrat mənası, dama mənasını verəcəksə, o zaman olacaq orada sifət. Zərf haqqında bu qədər müəllimlər. Sağ olun, sağlıqla qalın.